Hər kəsə salam. Bugün sizlərlə mən Emil və kamera arxasında Ümid ilə birgə bu dəqiqə salamlaşmanın birinci elədik. Gəlmişik yeni bir Mercedes-in incələməsini çəkməyə. Ümumilikdə bu çəkiliş sezonunda biz bir dəfə də C63 AMG incələməsi çəkdik. Ondan əvvəl də var idi bizdə bir dənə W204 C63 incələməsi. Bugün də gəlmişik W206 gövdəsində ən sonuncu olan C63 incələməyə. Ona görə də heç uzatmadan birbaşa başlayaq. Bugün sizlərə Mercedes-Benz C63 AMG S E-Performance Formula 1 Edition'ı təqdim edirik. W206 gövdəsi 2022-ci ildən bəri istehsal olunur. Sələfi olan W205 gövdəsi isə 2014-cü ildən bəri istehsal olunurdu. 206 onun əvəzinə gəldi. 206 gövdəsi S-Class W223 gövdəsi ilə eyni olan MRA2 platformasını bölüşür. Və ümumilikdə siz bu avtomobilin dizaynına baxsaz, öndən və yandan superdir. Mən W206 gövdəsini öndən və yandan çox bəyənirəm. Amma arxa tərəfdən nəzər yetirsək, arxada bu avtomobil ensizdir. Məsələn, 205 idi, 204 idi, daha arxası enli görünürdü. Daha bir əzələli görünürdü. Bunun arxasını götürüblər, belə əziblər də konkret. Arxasını heç bəyənmirəm. Heç deyəndə belə deyə də bir 10 üzərindən 5 deyirəm arxasına, qalan yerlərini çox bəyənirəm. Arxadan bu avtomobil daha aşağı modellərə, CLA-ya falan oxşuyur deyə, arxası Nitod. Amma öndən dəhşət, yandan super. Hələ bir də Formula 1 Edition'dırsa bu vəbşə mükəmməldir. Bu yanda gedən AMG yazısı çox qəşəng görünür. İlk görəndə fikir verməmişdim. Sonradan kənardan baxanda gördüm bunu. Çox qəşəng, ideal yaraşır. Avtomobilimizin ürəyinə keçid alsaq, normalda hamı burada öncədən 6,2 litr həcmində 4 litrlik mühərriklər görməyə öyrəşmişdi. 6.2 atmosfer, 4 litr bir turbo kimi. Və bugünkü günü burada 2 litrlik 4 silindirli M139 kodlu mühərrikimiz var. Hansı ki, turbo mühərrikdir, həm də bu avtomobilimiz hibriddir. Avtomobilimizin ümumi gücü 670 horsepower və 1020 Nm torku var. Benzin mühərrikimiz 469 at gücünü verir. Elektrik mühərrikimiz isə 204 at gücünü. Və elektrik mühərrikimiz bizim tam orada arxada, arxa mostun üstündə yerləşir. Ümumilikdə bu gördüyünüz M139 mühərrik M260 mühərrikin bazasında qurulub. M260 mühərriki isə M270-in təkmilləşdirilmiş versiyasıdır. Standart M260-dan fərqli olaraq AMG mühəndisləri mühərrik blokunu 180 dərəcə döndəriblər. Mercedes-AMG bildirib ki, bu həmçinin mümkün olan ən yastı və aerodinamik baxımdan üstün ön hissə dizaynına imkan verir. Bu gördüyünüz M139 mühərriki hazırki günümüzdə seriya istehsalında olan ən güclü 4 silindirli benzin mühərrikdir. Yəni bundan o tərəfəsi yoxdur. Dediyimiz kimi 469 at gücü, yəni ki, silindir başına 117, litr başına da 235 at gücü deyə bilərik. Bu mühərrik həm də AMG 4 silindirli mühərrikində ilk dəfə tətbiq olunan 2 mərhələli yanacaq injeksiya sistemi ilə təchiz olunub. Özünüz düşünün də, Mercedes istəyəndə eləyə bilir. Özdə ki, bu mühərrik tamamilə əsl AMG mühərrikidir. Burada bu mühərriki yığan mühəndisin adı da yer alır. Dediyimiz kimi avtomobilimizin turbinası burada yerləşir və turbinanın da Garrett'a məxsus olduğunu görürsünüz. AMG C63 modeli AMG Performance Formatic Plus All-Wheel Drive sistemindən istifadə edir. Gəldi avtomobilimizin arxa bölümünə, mənim bəyənmədiyim tərəfinə, amma arxada bəyəndiyim nələr var? Bu spoiler səliqəli, difuzorumuz, nasatqalarımız, yəni egzoz sistemdə qəşəng səliqəlidir. Arxa görüntüdə mənim Mercedeslərdə ən çox bəyəndiyim şey bu AMG logosudur. Mercedes logosudur, bunların qara xrom olması. C63 S yazısının görüntüsü də burada çox qəşəngdir. Özü belə qara xrom, ətrafından belə qırmızı akantovka ilə çox ideal görünür. Ümumilikdə arxada stopların içi falan gözəldir. Amma dediyim kimi arxasına diqqət edəndə belə biraz əzildiyini, büzüldüyünü görürsünüz. Avtomobil ensizləşib. Bu avtomobilin elə eyni F1 Edition'ın universal modeli də var. Eyni rəngdə dəhşətizmdir. Onun görüntüsü də çox gözəldir. Və əlavə bir fakt da bu avtomobildən dünyada cəmi cümlətanı 63 ədəddir. İmенно F1 Edition'dan. Təbii ki, normal C63 S-lərdən var, amma sırf F1 Edition 63 dənədir. Bu avtomobilin ən böyük problemi onun 2 litrli 4 silindirli mühərrikə sahib olmasıdır. Buna görə bir çox adamlar tərəfindən sevilmədi. 2 litrli sok dedilər buna, üzdülər bunu, bəyənmədilər. Yəni mən də bir şey demirəm. Mercedes-in də birdən-birə 4 litrdən 2 litrə düşməsi qəşəng olmayıb. İstərdik ki, ən azından 4-dən 3-ə düşərdin, sonra da bir öyrəşdirə-öyrəşdirə
Belə olmaz axı. Birbaşa düşdülər 2 litrə. Ona görə də Mercedes fanatları tərəfindən xoş qarşılanmadı. Bu avtomobili sadə C63-dən özəl edən şeydir. İlk olaraq bunun rəngidir. Manufaktur Alpine Grey rəngi. Çox qəşəng rəngdir, mən çox bəyənirəm. Ümumilikdə qırmızı ilə bu rəngin kombinasiyası çox qəşəng alınıb. Bir digər özəlliyi isə AMG Aerodynamic Package-dir. Bu paket sayəsində avtomobilimiz sürətlərdə daha stabil, daha idarə etməli olur və aerodinamikası daha yaxşı olur. Bu paket Formula 1 Edition-da standart təchizat olaraq gəlir. Külək tunelində işlənib hazırlanmış bu paket sürtünməni azaltmaq və yüksək sürətdə idarə etməni yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Əlavə olaraq da avtomobilimizdə AMG Night Package 2 var. Bu da onu tamamilə antikrom olduğunu göstərir. Tamamilə qara elementlərinin görüntüsü, rəng kombinasiyası falan mənim çox xoşuma gəlir. Burada da 20-li disklərimizi görürsünüz. Hansı ki, Kovan'ı disklərdir. Bu kənarda da qırmızı akantovka tam bir Mercedes-ə xas bir şeydir. O həmişə də Mercedes-lərdə görüb öyrəşmişik. Avtomobilimizin bagaj həcminə gəlsək, İndiyə kimi gördüyüm ən sürətli açılan bagaj, ən sürətli bağlanan bagaj, ayaq reaksiyası da super işdir. Yəni çox təkmilləşdirilib sürətlidir. Bagaj həcmimiz isə 280 litr həcmindədir. Bundan aşağı modellərdə C43-də və digər base modellərdə bagaj həcmi hardasa 455 litr civarıdır. Bunda daha azdır. Buna da səbəb hibrid sisteminin burada yerləşmiş olmasıdır. Belə deyə arxa təkərlərin üstə yerləşib. Arxası da belə görürsünüz, qəşəngdir və bagajın iç materialı da xoş hissiyatı var. Burada da yenə avtomobilimizin şarj alətləri yerləşdirilib. Bagaj həcmini artırmaq istəsəz, arxa oturacaqları yatdıra bilərsiniz. Amma nəzərə alın ki, bagajımız bu boyda bir şeydir, yəni budur. Dərinlik yoxdur. Bagaj çox darısqaldır. Hətta buradan da belə qalxır və universal modelində də bu belədir. Buradakı bu çıxıntı həmişə var. Bagajımızı bağlamaq istəsək də buradan da bağlaya bilərik və yaxud da gəldik, təpiyimizi atdıq. Bagaj çox sürətli, çox effektiv, səliqəli formada bağlanır. Bunu çox bəyəndim. Bu tərəfdə avtomobilimizin yanacağını doldura bilirsiniz. Digər tərəfdən isə şarj eləyir. Avtomobilimizin xarici parametrlərə nəzər yetirsək, uzunluğu 4791, eni 1824, hündürlüyü də 1450 kimi bir rəqəmlərdədir. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerdə çıxacaq. Disk təkər parametrlərimizə nəzər yetirsək, ön tərəfdə Michelin Pilot Sport 4S təkərlərimiz var və 265-35-20 ölçülərində. Arxada isə 275-35-20. Pilot Sport 4S çox qəşəng təkərdir. Qızandan sonra da dəhşət yol tutur. İncələməsini çəkdiyimiz M4 F83-də də Pilot Sport 4S-lər idi. Və bu disklər çox qəşəngdir, səliqəlidir. Amma nəzərinizdə olsun ki, həmişə diskləri dəyişib daha bomba bir şeylər qoya bilərsiniz. Bu arada əyləc sistemimiz də bu avtomobildə çuğun əyləclərindəndir. Əgər siz karbona, keramika ilə alsaz bu avtomobili, supportumuzun rəngi qızılı olacaq. Sadədə isə qırmızı rəngdədir. Kapotda gördüyünüz bu hissə həqiqətən hava alır. Prosta belə bəzək üçün qurulmuyor. Sadə modeldən fərqli olaraq AMG modellərində kapot daha aqressiv olur. Və bu yan tərəfdə gördüyünüz Jabra isə bu Mercedes sevir bunları fake qoymağı. Burada da fake'dir, amma görüntü olaraq okeydir. Burada da zaten Turbo Y Performance yazımızı görürsünüz və ön tərəfdə də bu faralar çox qəşəngdir. Mən çox bəyəndim. Dediyim kimi avtomobilin ön tərəfdən görüntüsü superdir. Burada AMG logosunun yer alması, burada da AMG yazısı, ön tərəfdən istər rəng kombinasiyası, istər logoların yerləşməsi, bu avtomobilin önündə ilişə biləcəyiniz heç nə yoxdur. Keçid almışıq avtomobilimizin interyer bölümünə. Arxada əyləşmişik. Oturacaqlarımızın materialına baxsaz, dəri ilə alikantar materialın kombinasiyasından olduğunu görəcəksiniz. Qırmızı təhlükəsizlik kəmərləri də gözəl yaraşıb interyerimizə. Bu orta bölümümüzdə də 2 stəkan otacağımız var. Bu da belə qəşəng rahatdır. Stəkan otacaqları o biri brendlərdəki kimi açıqda deyil. Bu qəşəng müsbət tərəfdir. Mən bunu bəyənirəm. Bizim avtomobilimizdə ön oturacaqlar kovş oturacaqlardır. Burada 2 dənə belə boş yerimiz var. Bu boşluqlarda M3 F80 Competition, M4 F80 Competition modellərini falan xatırladır bizə. Burada belə boşluqlarla, eyni onların kovş oturacaqlarına bənzəyib. Gözəldir. Mən kovş bəyənən biriyəm. Kovşun verdiyi hissiyat, özünün görüntüsü çox mükəmməldir. Bu hissədə arxa klimat kontrol panelimizi görürsünüz. 2 deflektorumuz burada yer alıb. Arxa oturacaqlarımızın qızdırılması var və qapı triminə nəzər yetiririk. Burada yuxarıda müəyyən qədər sərtdir, amma tam da belə plastikə dəymürsən də üstü qəşəng səliqəli üzlənib. Burada plastik və qalan yerlərdə plastikdir. Bu hissədə yenə yumşaq material. Burada da trimimiz qəşəngdir. Və ambiyanslar çox maraqlıdır. Bu hissədə belə ambiyans işıqlar gedir. Burada yuxarıda. Buradakı
çox fərqli bir görüntü verir interyerə. Bu oturacağı mən özümə uyğun ayarlamışam və arxada diz məsafəsi belədir. Baş məsafəsi də ki, hardasa 1.75 boyla 5 barmaq rahatca deyə bilərik. Və gözəl panoramik damımız var bu arada. Çox qəşəngdir. Ümumilikdə interyeri arxa tərəfdə pis deyil. Ön tərəfdə də mən nə hiss elədim? Burada sağda oturanda gördüm ki, belə hər şey çox yığcamdır. Avtomobil bir ensizdir. Odur söhbət. Biraz daha belə yığcam, biraz daha dar kimidir. Amma nə bilim, efsiyacı maraqlı gəlir. Mən əsas sürüşdə hissiyatı maraqlıdır. Görək də, keçək sürüşə, niyə uzadırıq? Frankie Bish. Keçid almışıq avtomobilimizdə sürücünün əyləşmə yerinə. Ön tərəfdə baxsaq, tam ümidin qarşısında bir dənə saxlama yeri. Onsuz ki, içi maşallah genişdir. Maşının qabaritinə görə saxlama yeri genişdir. Hər yerdə burada gözəl karbon trimimizi görürsünüz. O qara qırmızı dəhşət. Və avtomobilimizdə Formula 1 nişanları da, Formula 1 loqotipləri də öz əksini tapır hər yerdə. Bu ön panelimiz gözəl belə dəri ilə üzlənib. Burada da tikişlər özünü davam elətdirir. Mercedes-in yeni sükanı çox qəşəngdir. Bu zavoddan belə alikantarla falan gəlir. Sükana baxırsan elə bir ki, hansısa bir raketin sükanıdır da bu. Burada hər şey yerləşdirilib. Multimedia dinamikimizi görürsünüz. Burmeisterə məxsus audio sistemimiz var avtomobilimizdə. Ön tərəfdə iki oturacağımızda memory paketi var, qızdırılması, soyudulması var. Sonra bu ortada saxlama yerimizə baxsaq, bunun da içi belə qəşəng. Kiçik həcmlidir, amma içi də üzlənib. 2 dənə Type-C portumuz burada yer alıb. Burada da bizim 2 dənə stəkan tutacağımız belə bir saxlama yeri, Type-C port. Burada wireless şarj yerimiz var. Simsiz şarj özəlliyimiz də burada var bizim. Bunu da bu şəkil geri bağlayırsa səliqəli. Black piano ilə karbonun birləşməsi qəşəng olub. Orta hissədə də monitorumuzu görürsünüz. Burada avtomobilimizin modunu seçə bilərik. Sport, Sport Plus və ya Race modunda. Full elektrik modumuz da var və əlavə olaraq da regenerativ modumuz da var bizim. Bu B bizdə regenerativdir. Onun da bir neçə rejimi var. Seçə bilirsiniz buradan nə qədər intensiv olsun deyə. Burada bax birinci palajeniya, ikinci və üçüncü var. Üçdə olanda Mercedes iddia edir ki, bu üçüncü palajeniya bir ayaqla sürmə modudur. Amma o elə deyil. Yəni testlərdə özünü elə göstərmir. İntensivliyini artıra bilirsiniz buradan. Qış modumuz var, sürüşkən modu belə deyil, individual. Deskofumuz buradadır. Dediyimiz kimi avtomobilimizdə 670 at gücü və 1020 Nm torkumuz var. Avtomobilimizin zavod göstəriciləri 3.4 saniyədir 0-dan 10-a. Lakin testlərdə 3 saniyə gedib. İndi launch kontrolu ilə başlayacağıq. Avtomobilimiz birbaşa race moduna gətiririk. Hətta o race moda biz buradan da fırladıb gətirə bilərik. Egzoz sistemimiz açıq. Yəni görək də. Tormoz, qaz. On kilometri gördük elə. Kəmər məni necə sıxıb. Dəhşət. Kəmər də adamı elə sıxır. Kovşlar, bax, sidenya superdir oturacaqlar. Elə tutub ki, komfortdayıq bu dəqiqə bu arada. Sən nə tema? Cini sənə birdən-birə dizilmir. Ayda idarə etmənə bombadır. Bu avtomobilin arxa təkərləri də dönür. Bunu da bilin. Sükan idarə etməsi superdir. Mən bunu döndürməkdən bu dəqiqə həzz alıram. Çox yağ kimi. Çox yağ kimi və sükanın nə qədər dönmə bucağı var bilirsən. Mən bu avtomobili 1 qram belə gözləmirdim. Yenə bütün ön yargılarım məhv elədi. Buna deyirlər 2 litrlik sok falan belədir, elədir. Haqqını verir. Gətiririk Sport Plus, Race, manual. Bu yol, çox qəşəng yol tutur bu. 4 çəkərdi deyə, bunu döndürmək. Dəhşət. Mənim başqa bir sözüm yoxdur. Askı sistemi yumşaqlığına bax, nahamarlıqda. Mercedes bomba maşını idi. Və çox xoşuma gəlir bu dəqiqə. Və belə bir şey deyim, bu avtomobilin çəkisi 2190 kilodur, nədir? Qoy hətta dəqiq sizlər üçün baxım. Avtomobilimizin çəkisi 2165 kilodur. Təəssüf ki, sələfindən və rəqiblərinin hamısından ağırdır bu avtomobil. Amma gedişi gözəl. 0-dan 10-a testlərdə 3 saniyə gedib, yəni göstəricilərdə realda, amma zavodun dediyi 3.4. Lakin test zamanı
bir sıra testlərə baxdıq biz 3 saniyə olduğunu göstərdi. Gətiririk avtomobilimizi reys, qaz pol. Avtomobilimizdə mən düşünürdüm ki, interyerdə sound aktor var. Gözlə. Hə, interyerimizdə sound aktor var. Mühərrikin səsini biraz daha belə gücləndirir. İçəridə daha emosiyaları artırır da. Dönməyə bax. Çox qəşəng. Amma ki, sürətlər qutumuzun səsi də çox gözəldir. Burada 9 pilləli 9 G-Tronic sürətlər qutusunun təkmilləşdirilmiş versiyasında istifadə olunub və Mercedes tərəfindən birinci dəfədir çox yaxşı sürətlər qutusu görürəm. İllər sonra Mercedes sürətlər qutusu eləməyi öyrəndi. Keçirmələr çox ləzzətlidir. Plus avtomobilin hibrid olduğunu nəzərə alaraqdan qaza reaksiyası falan da yaxşıdır. Həmişə ani sürətdən məviz var. Bayaq Ümid məndən soruşurdu ki, elektron rejimdə neçə kilometr gedə bilərik? 15 kilometr. Full elektriklə biz ancaq 15 kilometrə qədər gedə bilərik. Hətta o 15 də o qədər real 15 deyil. Testlər zamanı görünür ki, 11-12 kilometr. Çünki belə deyək də, şarjınız 21% qalana qədər siz bunu ancaq elektrik modunda sürə bilərsiniz. Budur bax, bu dəqiqə full elektrik. Всё. Olacaq elektrokar sizlər üçün. Minimum şarj 21 qalanda benzin mühərrik işə düşür və başlayır artıq bateriyanı doldurmağa. Bax, full elektrikdə gedirik. Və şarj az olduğuna görə avtomatik olaraq benzin mühərrikimizdə işə düşməyə başlayır. Regenerasiyası falan yaxşıdır. Hətta bu dəqiqə regenerativ moda gətirsək, 3-cü mod, o dəqiqə hiss olundu. Görək. Bu dəqiqə regenerativdədir. Biz bir pedalda sürə biləcəyikmi bunu? Düzdür, əyləcləməsi elektromobillərdə falan kimi anidən eləmir, plavını eləyir. Məsələn, elektromobillərdə, BYD-lərdə və ya digərində siz bastınız, bıraxan kimi sizi o dəqiqə şey eləyir. Adamın ürəyini bulandırır, içini silkəlir. Taksidə gedəndə onu 100% yaşayıb insanlar ki, sürücü ayağını qaza basır, bıraxır, silkəlir. Burada elə deyil. Bu tam olaraq şey deyil də, bir ayaqla sürmə modu deyil. Siz əyləcləməli olanda bir mənalı şəkildə əyləci basmalısınız. Həm öz lüksünü qoruyub saxlayıb, yəni Mercedesdir. Burada başqa bir sözə ehtiyac yoxdur. Amma heç o biri brendlərlə müqayisə eləməyimiz də düz deyil, Kitay brendləri ilə. Mercedes Alman nəhənglərindən biridir. Bu avtomobil mənim gözləntilərimi çox aşdı. G90 da aşmışdı, bu da aşdı. Yəni, nə qədər 2 litrlik olsa belə. Bu arada bu qapılarda bu metalik şeylər, şüşə aşağı salanlar çox qəşəngdir. Həm daha belə premial hissiyat verir, həm də ümumilikdə toxunuşu falan çox qəşəngdir. Full elektrik modunda hərəkət edir. Bu dəqiqə komfortda full elektrikdə sakit. Tamamilə bir elektromobiliniz olur. Bu arada bizim akkumulyatorumuzun həcmi 6,15 kW'dır. Səhv eləmirəmsə belə bir rəqəmdir. Kiçik bir akkumulyatorumuz var. Bunu o gücü verməyə bəs edir. Amma ki, bizlər üçün maraqlı olan nədir? Dəli dəhşət. Və arxa təkərlərin dönməsi də bu avtomobili daha idarə olunan eləyir. Və belə bir şey dediyim ki, mən bunu trekdə sürmək istəyərdim. Maraqlıdır, bunun döngələrlə, buna döngələrə girmək, güləşmək lazım bundan. Kovşun içində sən daim hərəkətdəsən, daim trekdəsən. Və hazır Formula 1 keçirilir. Ümid təsəvvürlə bununla Bakı trekinə girəsən. Düşünürəm bir dənə də launch kontrol eləyək. Biz bu launch kontrolünü çox sevdik çünki gəldik, race mod, tormoz qaz. Bir dənə də DSK-mizi off eləyək, Sport Plus ataq. Bir dənə də belə tam söndürür. Görək də nə gətirəcək. Davay. Hazırsan Ümid. Ayağımız tormoz qaz. ...10 kilometri gördük və çox cüzi traction off-da biraz təkərlərin sürüşdüyünü hiss edə bilirsiniz. Kəmərin özünü sıxması dəhşətdir. Bunun launch kontrolü mənim indiyə kimi gördüyüm ən jovski launch kontrollardan biridir. Yəni 1020 Nm zarafat deyil. Bu arada çox qəşəng yağış yağır. Yağışda birinci incələməmizdir. Əyləciləri də qəşəng effektivdir, xəbəriniz olsun. Sürətlər qutusunun səsi dəhşət. Sizin nəzərə alın ki, burada egzoz sisteminə biraz əl gəzdirsəz, necə səslər, emosiyalar ala bilərsiniz. Gətirdik downshift.
10 kilometri gördük bu arada və körpü altında egzozun səsi başı dəhşətli gəlir axı. Bu avtomobil mənim yuxumu qaçırtdı. O dərəcə yaxşıdır. Mən çox bəyəndim. Yolda falan görəndə deyirdim ki, görəsən bunun nə belə özəlliyi var da, nəyə görə sevir adamlar. Düzdür, bəyənməyənlər də var, alıb razı olmayanlar da var. Onları da başa düşürəm. Sən illərlə V8 görmüsən Mercedes-dən, sonra 2 litrli, 4 silindrli bir şey qoydular qabağa, qəribəvə gələ bilər. Yəni avtomobil heç özünü elə hiss elətdirmir. Elə bilsən ki, burada bir 6 silindr var. Sürətlənmədir, gedişdir, sürətlər qutusunun hissiyatıdır, avtomobilin özünü aparmasıdır. Sürətlər qutusunun keçirmələrdəki səsi məni valeh edir də bir sözlə. Baba. Hətta belə eləyəcəm, maksimum səsi eşidəsiz. Seri istehsalında 4 silindrli ən güclü mühərrikdir bu. Hətta bir dənə də downshift səsi dinləyək. ...12 kilometr. Çox dəhşətli gedir, çox ləzzətli bir şeydir bu. Heç gözləmirdim belə. Mən bəyəndim. Yavaş-yavaş videomuzu bitirək deyə düşünürəm. Daily Carsaz Instagram səhifəsinə və YouTube kanalımıza abunə olmağı unutmayın ki, növbəti buraxılışları qaçırmayasınız. Bizim bir adətimiz var, sağollaşanda basa-basa sağollaşırıq. Ona görə də orada videonu bəyənin. Sağ olun, salamat qalın.